17 dənə at var. 3 ilə bölmək lazımdır. Birinə oğlun birinə 2də birini verir, birinə 3də birini verir, birinə 9da birini verir. Əslində uşaqlar bu, yəni bildiyimiz ədədin verilmiş ədədlərlə tərs mütənasib hissələrə bölünməsi mövzusu. Yəni 17-nin 2, 3, 9 ilə tərs mütənasib hissələrə bölünməsidir. Amma orada sualdakı məsələ başqa bir şeydir. İndi 17-ni 2, 3, 9 ilə tərs mütənasib hissələrə böləcəyik. Görəcəksiniz, eyni şey alınır. Oradakı cavab amma, yəni o verdiyim suala uyğun cavab. Hani gedirlər bir ağsaqqalın yanına, ağsaqqal necə bölür? Öz metodu ilə bölür. Nə edir o? 17 dənə at var. Bir dənə də öz atına qoyur. Eləyir 18 at. 18 atın yarısı nə eləyir? 9. 9 dənəni verir böyük oğla. Sonra 18 dənənin 3də biri nə eləyir? 6. 6 dənəni verir ortancıl oğla. 18 dənənin 9da biri nə eləyir? 2 dənə. İkisini də verir balacaya. Neçədən eləyir? 9, 6, 15, 2 də bu 17. Nə qaldı yerdə? Bir dənə at. O da öz atıdır. Götürür gedir. Bu şəkildə bölür. Amma biz bunu tərs mütənasib hissələrə bölünməklə yazanda yenə eyni şey gəlib çıxır. 17-ni 2, 9 və 6 ilə tərs mütənasib hissələrə bölürük. O zaman mütənasibli əmsalı götürürük K. K bölünsün 2, K bölünsün 3, K bölünsün 9 bərabərdir 17 yazmaq lazımdır. Orta məxrəcimiz 18 eləyir. Böldü 2-yə vurduq K-ya 9K, böldü 3'e vurduk K'ya 6K, bu da 2K idi, bərabərdir 17'ye. Yəni 17K bölünsün 18 bərabərdir 17'ye. 17'ləri ixtisar etsək K eləyir 18. Budur. Bir dəfə 2'ye bölürük. 18'i 2'ye böldük 9. 18'i 3'e böldük 6. 18'i sonra böldük 9'a 2. Budur. 2, 6 və 9.